Ama dostlar, yeni bir videomuza hoş geldiniz. Bu günlerim futbol oynayacağıq. Gələk oyunumuz açılsın. Çoxdan da oynamırıq. 3 həftə, 4 həftə, bəlkə də 1 ay olar. Çünki silinmişdi. Açılsın oyunumuz. Yəni hesab yığmışam ama 3022 daha o. O kadar da güclü bir şey değil. Alexander Sherlock çıxartmışam. Yəni National nədir o paketdən? Sherlock çıxdı. Başqa kimlər var? Manuel Neuer var, qapıda dayanıb. Kamavinga'dır, Enzo Fernandez'dir, Guardiola'dır, Van Dijk'dır. Sonra kim var idi? Trent Alexander-Arnold, Messi, Yamal, Ferran Torres, Alexander Sherlock. Bir de Mbappe. Mbappe 101 Mbappe. Yani menajerimiz de ki o değil daha. Yani menajer ne vaxt gələcək? Son da bilməm. Coins'i yığmışam menajer almaq üçün. 725'dir. Ama menajer yoxdur ki alın. Kamavinga qırmızı vərəqə cəzalısıdır. Nəsə görməm. Sol bek. Yoxdur. Qıvardı yox. Qıvardı müdafiə də çox hansı. Yani yine beğensin oynadı tabii oyunu. Ama Guardiola bakıyor çok hoşaydı. Yani hücumcusu bekliyor yani. Hücuma ne diyeyim? Ne diyeceğim ben yazmaz. Hücuma katkısı olur da. Hücuma katkısı olan bir oyuncudur. Yani buna Akanji'ni attık. Son Hörgmin buna. Düzdür. Bu kart 80 milyon. Neyse. Çok vaxt keçdi. Deməli oyunumuza girək. Rəqib kimdir? Gənclər Birliyi. Rəqibimiz Gənclər Birliyi. Arda Gülərin çıxdığı komandası. Gənclər Birliyi yəni Gənclər Birliyi. Qapısı görsən belə qoydu. Nə bilmiyorum. Niyə atmıyor? Deməli bensin. İlkan birimiz tavsiyesin. Latif yəqin ki en iyi oyuncu. Şahsım itimin dolanmağı karıştı. En iyi oyuncu düzeyinde oynuyor. Dediğim kimi menajerimiz o değil. Rıza Roman'dı. Yani cevapla alınan. O Coins'ten alınanlar da gelsin, ondan da alacağız. Belki videoda falan aldık. Gönder. Gol. Üçüncü dəqiqə. Bitirə bilmədi Torres. Sherlock bitirdi. Torres o da rövüşlə vura bilərdi. Dostlar 2 saniyənizi alır. Bir bəyəni bir də abunə olsanız mənə çox dəstək olmuş olarsınız. Bu aralar videolarıma çox baxış gəlir. Amma abunə olmursunuz. Videomu bəyənmirsiniz. Yəni xoşunuza getdisə videomu bəyənin. Yəni çox xahiş edirəm. Kopya zöbə Mbappe. Təhlükəli gəlmişdi. Penaltıda pul təzə gəlir. Yəni neçə oyuna 4 oyundan sonra udum. Udamıram səncə? Əsəbləşirəm buradan oynayanda. Arada bir internet də gedir. Mbappe qaç bir dənə. Yəni və bunu bakkala göndərəsən. Gözəl. Uzansan. Səktirlərdə. Elə plas alacaqlar.
Bir iki TikTok ilə çıxır rəqibət üstümə. Hepsini çıxardıram və Noyer çıxartdı topu, hesabı bərabərləşəcəkdi. Az qalsın. Aleksandr Şöllü topu meydanda saxladı və ayda Aleksandr Arnold zərbə endirmişdi, amma alınmadı. Çox heyif. Neyse, heç olmaz olan şeydir. Ötürmələrlə yaxşı çıxır. Bundan başqa mən çarə qoymadım. Qırmızı vərəqə. Deyil, qəşəng, bəxtimiz yetdi. Çıxış yol qoymadı, yəqin ki, ötürmə eləyəcəkdi. Mən sürüşməyə bilərdi, amma olsun. Amma yaxşı olmadı, onu ötürməyir. Çıxış yol qoymadım. O yer çıxardım. Dandak və Torres çatdı topu. Şallot, Lamin, Yamal, Messi. Pereira kimdə sənin topu aldı? Yoldan kesmə topu. Dərhal Kylian diqqətə atdı topu. Verdi Torresin ötürməsi. Və Şallot zərbə gol. O necə gol idi? Şallot dubl eləyir. 0-2. Şallot qəşəng vurdu. Məzələnmir. Aşıtma zərbə və gol. Hesabda bir yerdə üstünlüyümüz atır. Həm komandasının həm də özünün ikinci golunu vurur bu oyunda. Aleksandr Şöllü. Golun asistliyin müəllifi diktator Mbappe idi. Yəni belə girdi cəmə meydançasına kimi. Mbappe qapısı təkrar zərbə. Alınmadı, qıvardı, yox. İndirdi, verdi. Enzo zərbə bəlkə alınmadı. Enzo zərbə, blok var sonunda. Kümüzdən zərbə olmalıdır. Yaxşı vurmuşdum, zərbə imkanında axtarırdım. Kapitana dəydi, rəqibin kapitanına dəydi top qarına. Vurmaq həyatda olsaydı yəqin ki sağlıq görevliləri falan daxil olardı. Meydana dediyimiz anda ay. Gvardiol. Gvardiol tasıçları yerdən. Necə tullandı. Dediyim kimi qapçılar verib olmuş. Elə belə attım tutdum. Dostlar, VS istəyənlər yaza bilərlər. Yəni indi baxanda VS istəyənlər yaza bilərsiniz. Adımı yazarsınız ki göstərirəm yazaqçısı. Hamısı böyük hərflə ucu Pəllanzadə. Axırında da ki 2. Və əksin. Vur. Ayda canla başla bitiriş özəlliyi olsaydı qol yedi. Enzo bu Allah yaxşı oynadı. Takımımızda dediyim Şöllü tutulanmadı. Hat-trick eləyəcəkdi. Pressingdə top hələ keçirdik. Enzo. Gözlərdi Enzo. Adam troll. Adam tutular ilə 1-2 vantı edə bilər, amma alınmadı. Yaxşı göndərdi Trent. Mbappe indirdi topu. Şöllü çatdıra bilərdi. Mbappe diktator göndərdi. Şöllü zərbə. Gol. Həm komandası, həm də özünün üçüncü qolu vurdu. Amma çox qəşəng, baxımlı qol alındı. Çox baxımlı bir qol. Şöllüdən. Uzaq küncə. 0-3. Dediyim kimi həm komandasının, həm də özünün üçüncü qolunu vurur. Bu qola bir bəyəni yaraşardı. Bir avnelikdə ki olsa, onda cəlmə zərbəsindən falan çətin bir şeydir.
Enzo keçsin. Enzo zərbə. Şöyle təkrar zərbə. Daha bir zərbə. 3 zərbə vurdu. Heç biri qapıya girmədi. Bir dənəsi də qapıya getdi. 2 dənə zərbəni blokladı. Diktatörün zərbəsindəki qapıçı Velko çıxartdı. Trent topun gerisinə keçir, amma Van Dijk yoxdur niyəsə. Van Dijk da qataq hücuma. Amma Van Dijk ortaya düşsün. Gvardiyoldakı üçüncü tərəfə. Van Dijk ortadadır. Ortaya kəsəm, yəni kəllə vurma ehtimalı daha çox olur. 6 pas. Bir dənə dərindən çağırırdı. Ötürməsi, qapı önünə. Torres zərbə. Nəsə bir taktik eləmək istəyirəm, olmalı. Pressing eləyirik. Pressing alınmır. Enzo Fernandez'dən keçir. Van Dijk'dan keçmir. Van Dijk. Yaxşı oynadı, yaxşı mübarizə apardı. Torres. Ötürmə. Messi onu diktatör verdi. Messi. Zərbə qapıçı necə çıxartdı onu. Amma çıxarda biləcək topu. Qapıçının Gvardiol girdi cəmi meydançı. Gvardiolun ötürməsi. Mbappé 4-0. Əzizlik. Inter'i. Gəlsə biliyini əzizlik. Gvardiol. Bu golun %70'i Gvardiol'un. Çox böyük əməli var idi. Bir rəqibi keçdi. Ondan sonra da ötürməsini oldu və Mbappé vurdu. Messi. Ötürmə. Mbappé. Toxundu. Torres 1-0. Çox asan olmağa başladı. Mbappé özü də bitirə bilərdi, amma Torres'e verdim. Heç bir şey olmaz. 0-5 çox sıncı. Amma belə gənclər birliyi də ki, o qədər güclü rəqib deyil də. Yəni güclü olmasa deyərəm ki, hə, o qədər də güclü rəqib deyil. Mən nə danışıram, heç özüm də bilmirəm. Öküzümün çıxması, tümün kəsi olan qalanı. Biz Galatasaray, Fenerbahçe biraz çətin rəqiblərdə. Bunlar kimlik? Lamin, Yamal oynadı. Messi orada geri. Enzo zərbə blok. Messi bitir toxuncanla başla bitiriş. Olmuş. Trent Alexander-Arnold. Van Dijk. Bunların qapıya zərbəsi yoxdur deyəsən. Bu oyun ərzində Kanji xata və Enzo Fernandez. Onyekuru. Enzo birdən bir rəqəmini buraxır. Ötürməsi Neuer. Topu aldı əksüsünləri. Golla bitə bilər. Qapıya. Zərbə. Lakiyemidə. Van Dijk çaxdı özünü. Yaxşı. Çıxdılam. 5-0. Yasan deyildi. Şöyle etdirik. Etdiriklikdə. Adam həm komandası 3-cü qol vurmuş, həm də özünün 3-cü qolunu vurmuşdu. Akan yürü gəlişibdi biraz. Yəqin sizinlə birlikdə paket asacağıq. Kamavinga bura. Geliyor. Benim karşılıyor. O da kim oynuyordu? Gvardiol oynuyordu. Gvardiol Van Dijk'la yerindəşdi. Neyse. Deməli Samsun Spor. Mesela Samsun'a deyirəm ki, orta rəqibdə. Dostlar, bir də kimlə oyunlar istəyirsinizsə yaza bilərsiniz, oynayın.
deməli açılsın. Yəqin ki bu oyundan sonra videonu bitirəcəm paketdən sonra. Hello everybody and welcome to today's match. Saat 17:40. Yəqin ki videonu paylaşacağam. Toys neysən sən? Normal cani. Enzo yıxda bilərsən onu. Çələkçisəm Enzo Fernandes. Vallahi takımda önemli bir yeri var. Telefon üstü bütün yağı değil, silək falan. Mbappe. Mbappe verdi. Kamavinga. Mbappe top istəyir. Kamavinga'nın ötürməsi və bitirmək lazım. Gol! Gol! Şöyle tapdı. 0-1. Değilmiş, 1-0'miş. Neyse olsun. Sığla oynuyor. Sığ. Albincan oturması da zayıf oynayacak. Bu Trent geçebilmedi. Açıklamışlar. Trent uzun attı, çok oldu. Lamin verdi. Sherwood neyini sen? Trent Alexander-Arnold'un ötürməsine heyif oldu. Neyse. Zərif Qarabağdan batlaması yaxşıdır telefon. Evet. Enzo. Zərbə. Okan Koçuk qaytardı topu. Yaxşı vurmuşdu Enzo Fernandes. Uydu. Qapısını elə sıxatdı. Neuer'in qapısına top gəlməyib. Neuer divdir vəbşim. Ötürməsini eləyəcək. Birbaşa qapı önünə ötürmə. Başla. Olmur. Var değil, yok. 2-0 ola bilərdi. Sağlam ama olmadı. Görəsən niyə olmadı? Heç özüm də bilmirəm. Nəysə. Zeki yavru. Kamavinga. Orada üzümə dəstək var. Zeki yavru. Var diyor. Ağıl oyunu oynuyor. Evet oynamıyor. Neyse. Neuer başladı. Neyse. Neuer uzun atmış. Şöyle ta. Alexander şöyle indirdi topu. Daha. Oydu Kamavinga yıxdanmadı. Kamavinga 2 işləndi. Bizə tərəfdən deyil. Oyda. Az qalsın top qapıya daxil olacaqdı. Yaxşı qutardı. Kamavinga yaxşı qutardı. Neyse yaxın başlayaq. Manuel Neuer başlatdı. Enzo. Atılma Kamavinga. Enzo Fernandes nəsə yaxşı oynayır. Enzo kəsir. Enzo'nun ötürməsi. Gözləydi Enzo. Yenidən qazandı. Enzo Fernandes. Enzo zərbə. Gol. Komandadakı ilk golü Enzo Fernandes. Nə goluydu ama. Nitsandan keçdi. Nə goluydu. Okan Koçuk heç bir şey eləmədi. Cənnə meydançasının çölündən. Çox yaxşı zərbə. Deyirəm də, vurmuş uzaqdan yaxşı zərbələri var. Həm normal həyatda, həm də oyunda. Mükəmməl vurdu. Komandadakı ilk qolu. Həm də ki, oyunda ilk qolunu atdı. 2-0. 1-2 divar paslaşında. Mummadaji ana attı topu. Görürsən attı. Arnold. Uzun atış eləyir. Torres. Olmadı. Görürsən uzun attı.
Gvardiol ikinci dəfə top itkisi alınır və Allah da tutulur. Yine oyuncuda oynuyor. Niye bu bir de sattı? Neyse. Tık tık. There will be 3 minutes added time. Kamavinga verdi. Gvardiol. Enzo. Tak. Tık. Tık. Tik taka. Hocam tik taka. 3-0. Dalbadal gollar gönderiyor. Ne boyundan mı? Number 9. 3-0. 500'e geldiğimiz yerden. Biraz ortaya geçer. Dəyişikliklər eləməyəcəm. Çünki dəyişikliklər bir işə yaramır. Yarıya da bu asan da oyunda yaramır. Yəni turpu oyunlarında falan yazırlar. Yapay zekanın oyunda olmaz. Təmiz müdaxilə Gvardiol çatdırdı özündə topa. Uzun oynuyor Neuer. Neuer'ın ötürməsi kesildi, Mbappe'nin kesmedi. Enzo neyinsən sən? Enzo xətasını düzəltdi amma sarı da qırmızı, Allah'ım qırmızı olmasın, qırmızı vərəqə. Golumuzun müəllifinə qırmızı vərəqə göstərilir. Bravo, burada qırmızı hiçbir şey yok idi. Sarıydı ve topa da değmişti. Hiç olacak iş değildi. Neuer, haydi Neuer. Hoş gelir, zərbə. Qapının yanına geçti top. Ama hiç qırmızılıq bir epizod değildi. Enzo Fernandez çok yaxşı oyuncumuz. Formunda olan oyuncu. Kırmızı aldı. Trent Alexander-Arnold. Bu arada uzun atış alınır. Ferran Torres bıraktı. Mbappe necə keçdi. Kylian cərmə meyil açasıda. Kylian ötürməsi. Şörlud zərbə. Zərbə hat-trick. Yenə Şörlud. Yenə hat-trick. Keçən oyun hat-trick eləmişdi. Qırmızı vərəqənin cavabı. Qırmızı vərəqənin cavabıdır bu da. Bunlar niye beləncini alınır? Biz çətin olmadıq. Mənlə oynayanda. Mən yüngüvay çətinliyi olur. Amma videoda olmur. Messi zatdan yoxladı. Bitişi hələ nə qədər var? 30 dəqiqə var. 30 dəqiqə 3-4 tane dayanmışsa. İstəməm, rəyim istəməm. Hamı çəkəcəm üzümü. Hücumda olur. Ola bir hücum oyuncusu, biz 2 oynuyoruz. 1-2. Bu videoda deyəsən heç gol bırakmayacağıq. Dediğim anda bırakacağıq mı? Neuer çıxdı, Neuer. Ye çəkək. Bizim üçün deyil. Zeki Yavru başladı və baş zərbəsi. Çərçivəyə geçsəydi belə Neuer divar olacaqdı oradan. Belə ihtimal. Divar ediyor. Hocam yapar. Oy dolabı diline değdi. Yaktınız yaktı yine. Gvardiol çok top cisnəm. Topu çok itirdi, ona görə də Akanji daxil olacaq meydana. Substitution for Inter. Number Akanji 17. daxil olacaq. Gvardiol. Gvardiol nəsə Coming gün on the oynayan field bilmir. is number 18. Akanji Akanji. qapıçıya. Qapıçı yerlə oynuyor, xətalı ötürmə. Messi verəcək götürmən böyük ihtimal. Mbappe top istiyor orada Mbappe. Mbappe kesti Kamavinga. Kamavinga verir Torres. Torres 5-0. Kamavinga yaxşı
yaxşı oynadı Xbox'da. Gəlin ki, asist yazacaq. Kamavinganın çastı var. 25 oyuna 4 asist, 0 gol. Kırmızı vergədən sonraki gol. Oyunun bitişine 15 dəqiqə var. Kapitan Zeki verdi. Pressing işe yaramır. Bols verdi. Van Dijk. Özüm bıraktım topu. Ama özüm de kazandım. Bıraktım. Bırakmaz olaydım. Noyes. İkinci de mani olabilmedi. Boşluq açıldı. Enzo Fernandez'den sonra itirdik top birdən-birə. Kanji. Şefimizi düzəltmək üçün bir gol lazımdır bizə. Mbappe. Torres istədi gözünü. Top istəyər birdən. Torres, Mbappe. Geri qoydan top. Kamavinganın ötürməsi. Charlotte girdə cəmə meydançasına. Orta sahasan, hücumçusan, gizli forvarsan bilinmidir. Van Dijk verdi. Messi, Lamin. Ayda. Əsəbləşən də. Charlotte'un ötürməsi. Təzdən top istəyir Charlotte. Charlotte 6-1. Charlotte 4 top vurdu bu oyunda. 4 gol vurdu. Necə gol vurdu ama. Okan Koçu 2 gol bırakıbdı cəmi meydançasının sonuna. Bunu da ki otomatikə bırakmıyorum. Bırak geçsin. Bitti 6-1. Charlotte yeni bittik geliyor. Hep bitiremedi. Bu sefer 4 top vurdu. Stop da yenə çıxardı. Oturmaktan yorulmuyor. Biraz durma. Ağzında. Evet, açıyor futbolu. Evet, futboluna bir seçiyorum. O futbol geliyor. Yorgun. Neyse. Gələk paketimizi atmağa. Görən nə çıxacaq. Baxaq. Yallah, inşallah normal bir şey çıxar da. 1, 2, 3, 4, 5, 6. da atdıq. Bu kimdir? 94 müdafiəçi. Yox, o da Tomay. Bu kimdir? Tomay kimdir? Mən bəxtməyim ancaq bunlar çıxır. Tomayın yerinə Neymar'dan falan. Ne bileyim. Neymar istəyirdim Neymar'da. Yani olmasa da heç bir şey istəmirdim. Bir tək Neymar istəyirdim ki, çıxsın. Görək kollektivimiz ne olacaq. Kamavinga, kimsə görməyib. Takım dağıldı, ne oldu? Tomori. Sonun yerine bir yanda da Tomori. Oyda qıtlıq yalan deyə bir. Bir dəqiqə həll edər. Kamavinga. Enzo Fernandez'e çatmaq olmaz da rahat. Enzo qırmızı verib 3036'dır kollektivimiz gördüğünüz kimi. Neyse bu kalsın burada. Deməli dostlar, günlük bu qədər. Dediyim kimi 2 saniyəniz ayırıb bir dənə bir abunə olsanız mənə çox dəstək olmuş olarsınız. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, sağ salamat.